Güzelsin. Düzlükten bir tane pas verin. Bura pençeden zadı qıraq burada. Küçədə futbol oynamağa qoymuş. Bu da futbol oynayır ha. Albertina. Albertina'ya gəlmirdi amma Albertina'da tapdıq. Nə? Bura niyə qabağın taxtayla şey eləyiblər? Zaten şey DJ orada niyə dayanır ala? Sən ora haqda biraz məlumat ver. Bax, bura gedirik bax. Nəsə. Tabitmen qaldım. Deməli abid bu başını gördüyümüz hazırda Saint Stephen kilsəsidir. Sizdə də Saint Stephen basilikası var idi. Avropanın hər yerində Saint Stephen hörmət qoyulan qardaşlarımızdan. Bundan Allah. Buranın Targov üsuluna değil mi? Çok kalabalıktıca. Bu binanın arkasında Saint Stephen kilsəsi. Ara. Ne ararsan Apple'da? Buranın Apple qiymətləri. Adam da çox sıcaq girək. alıp çıkacaklar. Viyana'da Apple Store. Qiyməti mən sayıram. 952 euro. Kim çəkmir? Ne bileyim ama. Ancaq Apple öz qoyublar. Hə. Bu qaqaşı mən Apple'ın reklamında görmüşəm. iPad'le iPad Air. Nəsə ki, üzəyə gəlir. Saint Stephen kilsəsi. Üstündə qartal var. Bir dənə səhər bunun bir şeyini deyim. Bu da tikintidədir. Barcelona'dakı da tikintidəydi. Almanya'da da tikintidədir. Hamısı da bir-birinə oxşuyurlar. Belə deyil. Millət maraqlıdır. Tikinti marağımı çəkmir axı, qoy baxım da. Başa da görünmür onsuz da buradan. İnternetə mən Saint Stephen kilsəsi kimi baxmışam amma Turm Tower deyir burada. Deməli Saint Stephen Avropada niyə hörmətlidir? Çünki İsa'nı izləyən ilk adamlardan biri olubdu. Ona inanıb arxasıca gedən və həmçinin xristianlıqda ilk şəhid sayılır. Çünki insanlar onu inancına görə daşlayaraq öldürüblər. Və bu da anlama gəlir ki, xristianlıq inancı uğrunda ölən ilk nəfərdir. Ona görə də Avropada belə xatirəsinə çoxlu yerdə tikililər var. Abi gitti. Bu şarkı tapmak yine burada. Banka Avusturya'da var burada.
Abi demirəm. Allah qabı demir. Bunu kəsirik kilsənin arxa tərəfinə. Çünki Viyananın ən yaxşı tikililərindən biridir və hər tərəfdən görmək yaxşılar bu. Telefon əlimdə gəzirəm bu qədər kalabalıq bir yerdə. Düşünürəm ki, İngiltərə kimi gəlib alıb qaçmazlar da ya. Viyanada inanmıram elə bir şey olsun. Yəni Rigada ümumiyyətlə çox təhlükəsizdir. Məsələn, kompüteri qoy harasa, get 3-4 saatdan sonra gəl hələ orada olacaq. Amma belə baxıram ki, qərbə getdikcə Avropada biraz təhlükə artır. Bax, yenə itdi baxmışıq. Tapdım aha burada. Abi, bunun içinə girmək lazımdır. Həddindən artıq çox şaşırtıcıdır ki, bu pulsuzdur. Bəlkə də biraz erkən danışdım. Oydu. Bu nətər pulsuzdur abi? Birinci orası. Şey sərf olsun. Sadəcə Basilika pullu idi kilsələr, amma pulsuz olur. İçərinin rəngi soluqdur biraz, ümumiyyətlə binanın rəngi. Çöldən göründüyü kimi elə karışni içərisində də. İyi də belə qəribə bir toz iyimi deyim, nə deyim. Gəlir, yəni verdiyi vibe odur. Budapeştəki Saint Stephen Basilikasının içi məsələn. Bəlkə kilsə ilə Basilikanı mən müqayisə eləmədə düz eləmirəm. Amma yəni oranın içi çox parlaq idi, çox qəşəngdir. Burada tikinti yaxşı olsa da içərinin rəngi soluqdur. İnsanlar otururlar burada, baxırlar uzun-uzun. Gəldim. iş mənə. Elə bir Alman dili C1-dir, ona görə başa düşmürsən. Almanca da ya abi, başa düşməyəsən Bir hələ. də soruşun dedi pray for God. Pray for God. Hə. Bu qədər uzunluqda pray for God. Hamısı da fərqlidir. Onu cırıb gediblər bu arada. Mən onu götürürəm. Bizə pulsuzdur sən cırmaq. Oldu mənə. Kimi aslında? Tərcümə eləyərik də onu. Rahibə. Telefon düşsə sonra cebə 30 euro verir, oradan cib götürərsən. Səhər girmək də pulsuzdur ki. Ha. Ama burada niye çeşim? Nə bilim, oranı görüb gəlirlər bəli. Bu içeride. Səhər haran deyirsən? Ha, ora. Ha, ora pulludur. Ora giriflə xərəcəm ya onsuz. Yaxşı. Bu çox məntiqsiz deyil. Ora. Ya bax bu hasar var orada, hasar deyək də. Yəni bunun bu tərəfinə keçmək sadəcə harasa bir qiymətə baxmadım, amma 10-15 belə dəyişir tələbəsinizsə falan. 10-15-20 euro falan verib girirsən. Buradır, baxın. Bura keçmək istəyirsinizsə pulludur. Görünür şəkil işıq düşür buradan. Burada bir alimimiz var. Orada kitab oxuyur, yazı yazılır və bu da oradan bıçaq çıxardır. Mən yorum eləməyəcəm bu şəklin mənası nədir. Amma böyük ehtimal başa düşdüyümüz şey. Sarmıxa çəkilmiş İsa burada da. Orada da yenə sarmıxa çəkilmiş İsa. Millətə haray salıb orada.
Oturmuş yukarıda Vita yerinde. Biraz menüye bakayım. Burada restoran değil mi? Cheesecake lazım sana. Evet. Şimdi o şeylerle cheesecake'ten alak da acayip. Yok. Şey Budapeşt'ten Viyana mı gaysınız? Şöyle olmaz. Şeyle alerjiyim var. Şeyle niye olmuyor? Ama tiramisu var ya. Havasa da görürsün. Bu arada şeydi, menünün İngilizcesinde olmadığını indi fark edirəm. Şosa bütün adları eyni. Dayan, Ice Espresso. Ice Espresso Light. Cheesecake diye üstüne de şokolad. Var ha? Cheesecake. Bak San Sebastian'ı alınca, bilmirəm kimsə qardaş, amma Princess Craft'ten ala. İstersen sen birini alma. Yaxşı. İçməyəni ala. Latte. Çay var. Bir şey, Azət çay. Marmalade, croissant. Do you have any drinks? Sorry? Drinks. Drinks? No drinks for you, yeah? Okay, just Princess Craft. Princess? Yoxdur dedi. So I do have the bigger one, Okay. and I have the smaller one. I have to check how much is this one. Ya mənə soruşsan. Sor. For the price that you have there, I only have one and with white chocolate on the top. Is that okay? No, yeah, it's problem. Sure? It's okay. Yeah. So perfect. So it's gonna be the cheesecake with chocolate and the princess. So wait, do you have coffee? Yes. Do you have latte? Yes, I have all kinds of. San Sebastian cheesecake üstünde çaklıktan. Bende de adı yadımdan çıktı hansısa kraliçe. Ya Viyana'ya ait bir mağazaya girmişik. İhtimal eşini almayacağız ama. Viyana kır. Niyetinde. Ya bunu mesela aldım ben buradan. Bu bilinmir ki ben Viyana'dan almışam yoksa internetten sipariş vermişim ama yani ben belə almaqda bir məna görmürəm. Bunlar qəşəkdir ha. Neçədir? 9 euro, 21 euro, bir də 32 euro. Hansıdır? Bravo. Normalde çok zor. Ucuz da olmur bura təsərrüf. 32 euro. Ben Barcelona'da Barcelona timin özünden aldım. 5 5 euroya 5.99 euro. 8.99-dur. Burayı da bir turistik place. Çox mərkəzdəyi, oranın da dəxli var. Kepka falan almaq olar məsələn. Bu qəşəng məsələn, Viyana. Neçədir baxım. €15. Məsələn 15 euro kepkaya verilə bilər. Zaten normal kepka və neçəyə alırsan ki 6, 7, 8 normalına verərsən. Hə? Avstriya. Klagenfurt. Klagenfurt, Graz, Viyana. Viyana. Viyana'nın yeni səhv qoyublar. Salzburg. Mesela buna 32 euro niye verim buna yani? Ay sağ ol. 32 euro neyine? 32 bin euro mu olsa da buna 32 euro verim. Bu da 33. Bilmirəm hansı 32 dindir ama yani 9, 21 ve 32. Ha, bir dənə 89'du, 3 dənə 80, 21, 5 dənə 80, 32. Yenə də ama da 5 dənə suveniri niye almayayım? Sevmem. 5 dənə bir lokdan ne lazım? Biz aramızda bir artikel aldım. Biraz Viyana'da kalma şeklinde sonra. Bahası o da Kanban dizaynlardır. Kimsə çıxardıb qoyub şeyə, print fayası da sen oradan yiyişləyirsən. Tabii. You get source code. Bill Gates'in source kodu məndə var. Desene. Seyxedən zakaz eləmişəm ha. Getirdim. Evdə düşür. Ay bekletsen. Allah bir dilinde ne var görsen olmalı. Abin Alman dilini də bilmirsən vallahi çağırır. Yok da yani onu öğrenelim. Onu. Heç tanıdığımız kitablar da yoxdur. Source koddan başqa. Bunu verirsen olmalı. Gəl.
Hər yer atdır. Ya transportation'ı bir irəli daşıyıblar. Atlardan millət hərəkət edir. Əsəbləşmə. Biz əslində bu arada dala qayıdıb o bir tərəfə geçməliyik ya. Bunu gördük, bura gəldik sadəcə. Niyə tor çəkiblər abi də ətrafına? Məncə bir niyə tor çəkiblər? Şeydir, görəsinlər cəb səfər zabbarını heykəlinə sevirməsin deyə. Gedirik Viyananın ortasından keçən çayın qırağına. Avropanın çox şəhərində zaten şəhərin ortasından çay keçir. Mesela orada çay var. Oradan baxanda görürük, düz yandan gəlməlisən ki. Burada çayın heç bir olayı yox. Yok. Rigada da Budapeştdə də amma düzəldiblər çay, hə, arıq. Gəlmişik bura kimi çəkir. Yəni tıxac yaransın, istifadə edir. Tıxaca yaranmadı. Kes dedi, bat əli ilə dedi ki, kes. Deyib budur çay. Deyək orada bir dənə körpü var. Viyananın sayı yox. Say daha yaxşı dəyərləndirilə bilər. Bir dənə Raiffeisen bankı var burada. Viyananın Old Town'udur, bura səhv eləmiriksə, amma vibe verir, sada baxmamışıq düzü. Burada nəyə var Rus dili? Rus dili Almandır abi. O da Almandır. Ne oldu sen daha bir Alman dili zaten? Helia. Helia nedir? Buradan bizi Helia'ya göndermeye çalışır. Nerede? Geldim. Araç sayından. Bura kopya Riga'dır bak. Riga'da da oldu tam belə. Ama biz aramızda Riga'da daha geçer. Taşlık var, divarlar olan. Hoşumuza gelir, köşeyi yedim. Kırık döşüp yüzünden böyle dar küse gördük yürü. Hotel Austria. Kalsa yeri burada nasıl? Herhangi evinde var bu kalsalardan. Götürüp satacağım. Azərbaycana satılmasız xalçalıqdır. Ya xalçaçılığın vətəni Azərbaycan. Bu satış deyib bura, normal satılır. Burası Allah bilir ne. Teşton şeşli. Şəklini 9500. videosu var da, deyəm mən zoom eləyim, qiymət düşsün. 9500. Biz ucuza satırıq Azərbaycanda, cəmaət 9500-də satır. Yani o tahminen oraya da girdiği çıktı. Alttan deyilmiş, mırda çiçəymiş. Maraqlı bunu verəcəm. John Grayson, Dear Gefan deyilmiş. Biliyor musun? Azı Alman dilində deyil ki, bunlar. New York. 50 öyle. Bax gedircə. Bu da böyütçü düşmür bu kameraya. Lüks vardı. Bura muzeydir ki, yoxsa başqa yerə gedik. Mən sizlərdən bir şey qabaqsız ki, Dom Museum Vienna yazılmışdı da. Bax. Dom Museum Vienna. Qabaqda muzey olacaq da ki. Deməli hər yazılan. Yo olmayacaq qabaqda muzey üçün çox getməmiş. Niyə Dom Museum Vienna yazılır bura? Yaxşı yəni.
İndi bir də Azərbaycan restoranı tapmışıq bu yanında. Onun girişini axtarırıq, burada olmalı. Orada görək menyuda falan nələr var. Seçər hissəsi sifariş verəndən sonra. Kebablar falan, lülə kebab. Ne qiymətləri şəkillərdən ayırdı? Yaxşı da qiymətləri 6.97. Ne olur ki? İçeride çalışıyor. Azərbaycan nə lezzetli. Ha. We just want to sit somewhere. Can we sit anywhere? For drink? No, to eat. You want to drink? It's okay. Nizami Gəncəli vaxtında gələyəmdir. No. Qax rayonu. Bitterlicht aushalten. Oy böyle. Şu burada söndüreceğim videomu. Buradakı Mert taxta. İdi çıxdıq. Səhmədim sizə çox bir şey. Mekan da bura 5. İndi gedirib bir muzey tapmışıq ora. Hə, onda gəl. Saat 6-nı keçdiyi üçün açıq yerlər tapmaq, yəni muzeylər falan mənasında çətindir. Həm də çox çətindir. Yəni, çox yer Avropada çox tez bağlanır. Hətta yəni marketlər falan saat 8-də, uzaq 10-da falan bağlanır. Amma indi saat 7-in yarısıdır. 6-da yox 8-də bağlanan bir muzey tapmışıq. Zamanda Səyahət Muzeyidir adı da. Ora gedirik, olduğumuz yerdən də yaxın zaten. Azərbaycan restoranından çıxdıq. Bu arada Azərbaycan restoranı haqqında sizə bir şey deyim. Sədən nə taxta var idi, sizə göstərdiyim. Bakının şəkillərindən falan qoymuşlar biraz. Menyuda Azərbaycan yeməkləri var idi. Biz bu arada bir dənə lülə kebab aldıq. O biri nə idi aldıq? Nə idi o biri aldıq? Öyle. Bir dənələrə bir dənə nə aldıq? Lan. Quzu kebabı, hə. Dadı öz aramızda mən o qədər də bəyənmədim. Yalandan Bence tərif. yaxşıydı. Okey, bu bəyənibdir. Ben yani normal. Məncə amma Viyanada gəlib, yəni Azərbaycandakı tadı axtarırsınızsa, o deyil. Ondan başqa nə deyirəm? Külək də qoymur mənim danışmama, böyük ehtimalla eşitmirsiniz, inşallah ki eşitirsiniz. İçəridə işləyənlər Suriyalı idi, belə çox bir Azərbaycanlı havası yox idi. Başqa amma hər şey yaxşı idi, yəni. Yeməklərin dadı da dediyim ki, belə ayaqla deyil, başda yemək çox daha yaxşıdır. Qəşəkdir, düz deyirsən. Maşındır, sən başa düşmür, maşındır. At gəldi alınan avtobus cəbi. At olsa mən avtobus olsa niyə şey deyim? At gözüyle taxılır. Avtobus da şeysiniz. Biz bu müzeye gəlmişik, time travel. Bak. Söhbətə bax. O keçdi, time travel. Varsa o. Avtobus istəyirimiz. O gündən bu günə, yəni. Gəl. Ona dəymə, gəl. Yani reception şeysin mən sizə. Qabaqda Louis Vuitton bir mağazası var. Çox qəşəngdir amma mağaza yəni. Mən çöldən görünüşünü deyirəm, en azından içinə girməmiş. Bu da. Getir kamerayı. Ha. Enes Batur girişi. Ha. Ha bura. Şunlar bayağı çok müzey bağlı oldu. Şey olduğu için ses değişti bilirəm, xoşsa gəlmədi amma hava külək olduğu için mikrofon taxdım. Deməli Muzey açıq idi olmağına. Sadəcə deyir ki, müştərilər ya biletləri satıb tutarmışlar, doludur içəri. Ona görə becərmiş eləcə Viyanada küçələrdə gəzirik. Küçələr özü muzey kimidir Viyanadan onsuz da. Belə sadəcə sizə nə tər göstərim belə ətrafı bilmirəm. Yəni belə baxanda
görürsünüz. Hər kəsə salam dostlar. Mən Abid. Bu günləri Hər dəfə yep başladım. Aynen. Bu günləri insanların ay danışan biri. Geyimlərin qiymətini ölçür. YouTube asanda öyle mi? Hə, soruşacağım. Nə soruşayım? Nə soruşacağım? Soruş yanan en son xoşladıqları yer arası. Yox, soruşum ki. Azərbaycan Azərbaycan tanıyırsınız. Azərbaycan tanıyırsınız. Ay bir şey kimi bayraq göstərək, olar. Rosardı göstər. Bu haram bayrağıdır. Gedirdin isə sonra, hə? İndi bayrağı çap eləməliyik ya. Başqa bir şey deyəcəm. Nə deyirsən? What's your favorite music in Vienna? Yox. Abi bundan baba bilinç yərəm ha. Deyəcəm Türk haqqında nə düşünürsünüz? Deyəcəm Türklərə var. Şeydir. Türklər Avropa Birliyinə qatılmalıdır. Bax, Cahreyn'in videosu var o barədə. Çoxu deyir yox qatılmamalıdır. İndi Rusiya təhlükəsindən sonra soruş. İndiki söhbətlərdən sonra görək nə düşünürlər. Səsim gedir də. Mənim səsim getdi. Deyirəm ki, soruşsun ki, Türkiyə Avropa Birliyinə qatılmalıdırmı? Çünki Cahreyn bir dəfə soruşmuşdu. Çoxu demişlər, Cahreyn də Avstriyada soruşmuşdu, yoxsa? Elə bir şey, mən buralara yaxın bir yerdə ya. Demişlər yox, indi Türkiyənin Avropa Birliyinə girməsi çox danışılır. Hətta Azərbaycanın, Gürcüstanın və Ermənistanın da girməyə danışılır. Kilsənin səngi qoysa. Ona görə deyirəm, təzədən soruşmalar. Mən soruşan da deyiləm, prosta Abidin fantaziyaları. Hi guys bro. Hi guys bro. Eşkim belə boş-boş danışmağı ilə qutarmayacaq videonu. Aha. Ona görə videomu mən davam edəcəm. Deməli. Sevdiğin insan tapaq. Mikrofonu uzatsa sən bəlkə. Alo. Nasıl, şəhəri seçək. Mikrofonu versin. Ver mənə. Deyib ki, o dayıya soruşur. Soruş. Çəkirəm buradan, gəl soruş. Bro, ilk dəfə deyə. Çox heyecanlı. Mən o bir mikrofonda yazdım. Desələr ki, YouTube kanalının nə deyəcəm? 5 gün öyle. Gəldik belə bir yerə, yəni dediyim kimi şəhəri gəzirik sadəcə. Açıq havada nə gəzmək olarsa. Qapalı məkanlar, yəni belə restoranda zaten gedib axşama kimi nə oturaq. Oğlan eşə. Ondan başqa yəni muzeylər zat bağlıdır dediyimiz kimi hazırda. Sabah səhər getəcək, hə. Mən danışanda mənim də səsim gedir. Mən də ikimizin də səsini telefona yazır. Oy belə. Texnoloji. O şey var deyə Hindistanlarda teknologiya. Texnoloji. Teknologiya. Bax. Bu küçə sənət əsəri ya biz. Öyle mən mikrofonu yaxına taxım. O bir də mən görsəvi gedirdi. Danışardım. Çox zoomda girdin ama nəsə. O da telefon, mikrofon zaryadkası qutara bilər. Qutarsaq ümumiyyətlə səs yazmayacaqdı, nəinki təkcə tiyə səs yazma. Öyle buranı çəkim. Kameramda 4K çəkirək, özünüz bilirsiniz. Ay, denən ki, Türkiyənin Türkiye'nin ne diyeyim? Türkiye'nin ve Ankara'nın bağları da bütün yolları. What do you think about Turkey? Turkey or Turkey? Türkiye bro. No, Daha Türkiye değil, Türkiye. Milli Məclisə deyərik. Sorry, it's not Turkey. It's Türkiye. Murat, burada çok miting. Bu küçədə yəni belə miting sayaq yerlər də. Əlində insan tutub. Ancaq qocalar. Məryəm ana əlində o birin. Bayraqlar, Avropa bayrağı, Ukrayna bayrağı bu küçədə yəni. İnsanlar əllərində tutsunlar yəni. Nə deyək də amma. Ola bunlar protesto deyək, nə deyək yəni. Oxuya gedirlər. Vokala bax sən. Nəyə? Mikrofonu niyə tərs taxmısan? Ürəyin səsini çəkirsən, rekordlayacaq. Gəl. Allah gəl. Gəldim. Deyim, do you want to join our YouTube channel? Yox. No. Orada bax şeydə Asiyalı bir qız var. Ged ondan sonra şu Türkiye'den. Asiyalılardan soruşanda çox tanınır. Asiyalılar şey deyir, nə desən okeyəm da, başa düşdün. Türkiye'nin xoşduysan ürəyimdir. Eşki. İndi mən danışıram ya burada. Mənim də səsim gedirdi. Gedir. Desən o. Abi mikrofon da niye 2030'dan gelmiş kimi davranırsan? 2030. 2030'un teknolojisi. Demirdən 2 euro 50 sent almışam. Allah haqqı bir şey deyil. 2030'dan gəlmiş kimi davranıram.
Bak kim olsan gəlsəm daha çox verirəm. Yo da şey 930 demək istəmirəm. Şey sən də yeni texnologiya gətirmişəm. 2 metr ayağından səsi qeyd edilir zaten nə olsun ki? Yox da bunun üçün 1930-dan gəlməliyəm. Yo. 2030-da daha çox texnologiya var. Yaxınlaşırdı 2030-a 5 il. Sən onu deyirsən də, burada bir 5 il qabaqın texnologiyasını gətirmisən bizə. Sadə bir şeydir də. Yenə beyinsiz danışır. Millət elə biləcək ki, IQ-nun şeydi, yaşlı çəkindən daha azdır. Ha. Mən deyirəm, mən bilirəm ki, hardasa çəkin qədər də olsa varındır. Fələstin bayrağı. Öncəliklə Fələstin bayrağını gördükdən sonra Evet. Olmasa gələn bir şey burada neçə kişinin öləcəyi məlum. Bunları yəqin siləsən, deyil mi? Free Palestine. Hə? Silmə. Bu hissəsi təmizsin. Niyə? Free Palestine. Ya buradan önce başla. Hər an bura bomba düşə bilər. Yəni, polisə bax. Allah. Şeflərlə dalaşır. Pişirdiyiz yeməkdən tüy çıxıb, gəlin görün bura. Biz də vaxt heç düşmürük ki videoda. Hər dəfə də eyni söz deyil. Ya belə Gecə vaxtı ilk dəfə çıxırıq Viyanada. Söylə. Birinci gün gecə tez getdik evə. Fikirləşdik ki, gecə gedək, yataq səhər tez duraq da, səhər hər yer asıl olur. Hə. Yəni gecə ilk dəfə çıxdıq dedim, zaten 2 gündə olmuş Viyanada. Bir də gecə görüntüsünə baxırıq, belə binaların falan. Bu gəldiyimiz binada indi şəhəri gəzəndə səhər görməmişik bu binanı. Birinci dəfə gəlirik yəni, amma qəşəng bir binadır. Yəni, saat falan da var üstündə. Görür ki, siz birinin içində gəlir, yoxsa? Bunun zibillərinə daşıyırlar yəni gecə. Belə düşürsə, içinə düşmür. Bax, bu binadır. Çox qaranlıqdır buralar. Içinə düşür, eləmir. Evet, yaxşı düşmüş. 2 nəfər oturub orada senin damında nağarırlar, heç bilinmir. Polşa bayrağına oxşar. Polşa bayrağı deyil o. Yox. Bu Avropa bayrağıdır. Viyana bayrağı deyil o. Viyana bayrağı deyil. Polşa yoxdur daha çox. Yuxarı qırmızı aşağı Polşadır da, yoxsa İndoneziya. İndoneziya olmaz deyə düşünürəm. Qarışdırıram onda. Monakonun hansı bayrağı idi? Polşa bayrağı oxşar. Burası ya Polşadır, İndoneziya Polşa yoxdur. Rəhlərin yeri dəyişikdir prosta. Güzel. Belə seçim. Gəl soruşaq. Və şeydir, yanına girişədə icazə vermirlər. O da çox əladır ha. Big Ben'in balaca versiyası. Görmək istəyirsinizsə, bunun yaxşı versiyası, bu binanın. Qoyacam orada. Yox, şəkilləri falan, şəkildə qəşəng, şurada videoda yaxşı düşmür, çözünürlük aşağı olur. Gedin Instagramda baxın, paylaşmış olaram. Başqa bir kilsənin yanına gəlmişik. Yəni də qaranlıq olduğu üçün görüntü yaxşı düşmür. Amma çox əladır. Yəni buralar ümumiyyətlə zil qaranlıqdır. Otluqdur bura, yəni park kimi insanlar oturur. Şəhər gəzə-gəzə, əslən yəni planlanmırdıq, heç xəritədə falan baxıb bura gələk falan deməmişik. Şəhər gəzə-gəzə qabağımıza çıxır və biz də yaxınlaşırıq yanına. Yaxından görürük, şəklini çəkirik. Bu da yaxından görüntüsü. Bu da bir yəni top tapdıq indi onu. Heç nə də görünmür kameradan. At görünmür oradan bura. Ya pis döysən. Yol atmasa yaxşıdır. Qəşəng pas atdım. Çox bomba çıxartdım ama. Onunla bir də yerinə. Buradan da almışdıq, qoy biraz aldığımız yerə qoyaq. Sən pasajda gedək. Top görəndə özünü idarə edəyəm. Daya bax. Saya vurdum çünki kameraya baxırdım. Ver məndən. Allah aşkına burada futbol oynayandan sonra çıxıb gedirik. Burada
deməli Viyanada axşamdır. Velosiped kirayə eləməyə çalışır. Yarım saat əlləşəndən sonra axır ki eləmişik, gedir indi şəhərə velosipedlə fırlanmağa. Axırda da yəqin ki qaytarıb qoyarıq yerinə, onu da çəkərik. Heç nə, getdik. Yolu kesme, yolu kesme. Şey içeceğiz abi. Herhalde gezək yani sadece şehre. Şehre fırlanırıq velosipeddən. Turistik yerdən ama gəlməmişik bura. Gəl fırlanaq biraz buranın həyətini. Ha. Ne? Skoruş. Ben ikideyim ben desem. Salonda ağıraşır. Başlayanda birden başlayırsan sonra atırsan ha. Buradan fırlana обратно. Abi treski tonumuz vermedi. Hardan almışsan Murat? 1000 manat almışam. İki tane at burada da. Üzbel. Yox, oltan da həm də gidənməsən, oltan dar olur. Nətər? Oltan dar olur. Oltan da adam da çox olur. Həm də Viyanada oltan bilmirəm. Şimdi buradan çıxdıq. Bunun qabağında da belə bir yer var. Orada girək velosipeddən bir kuruklayaq görək. Nətərdir? Yanır. Gel. Gel. Həqiqdən də əlimdə bir dənə Canon kamera olardı. Sizə buranı daha yaxşı göstərərdim amma qaranlıq olduğu üçün və gecə olduğu üçün heç də görsənmir. Burada da yəni, sadəcə bina işıqlandırılıbdır. Həyat hər yer çox qaranlıq.
Getdik. Cəcələkcə. Dərəsə oxuyurlar. Bəlkə buradan girək, həyəti buradan da. Gəziz gedəkcə, qalın qabaqlar. Nereye gidiyoruz? Buradan girdə zaman ki, nə var? Ha. Millet şuna bakın. Kira. Gece. Nasıl bu? Geceler de var. Yani. Bu tarafa fırlamalı, bu tarafa şey. Ancak bu tarafa fırlaması. Çivisem arasına. Bilet da yok değil, prost işlemiyor yani. Bir daha da geçeceğiz. Bu prost buranın problemi, her şey birbirinden çok uzak. Çok geniş arazide. Buradan gedək də orası çıxsayıq. Bayaqçı bulağa çıxsayıq da buradan. Yani uçsuz bucaksız bir yerdir əslində. Sadəcə belə meşənin içində deyim. Yani böyük bir ərazidə, boş bir ərazidə çoxlu tikililər, heykəllər falan var. Hamısı da birbirindən çox uzaq məsafədə.
Ve arkadan çıkınca gördüğünüz ki bunun dalında yukarıda büyük bir bina var. Onun yanına çıkırıq. Ondan sonra ancaq bırakırıq zaten. Yani, aslında çok geniş bir arazidir. Ve her yere yollar gelir. Ama yani, normal heykellerdir her yerde. Bilmiyorum. Onun başını çıkandan sonra maraqlı nəsə tapsaq orada giderik ama bence zaten her yerini gezdik yani. Sen Tiergarten Brand dedin abi. Tiergarten. Yoksa sen Wolfgarten dedin. Değil. Okey can. Aracı değil. Bizi uzun bir yol gözlüyor buradan oraya. Öyle çıkmak var abi. O park kalı değil ya kız. O park sen diyen kim? O tarafa geçsin orada olur. Orada çıkmak zaten lazım. O yana görsen yer. Biraz. Oraya gitmemişiksə. Yəni çox böyükdür. Dəxilsiz böyükdür da yəni. Böyük var, böyük var. Bu arada danışa geldim çıktım. Zoom getirilmiş kamera da getirilmiş. Ama yani bütün Viyana görünür ya. Bura. İndi şimdi düşük kırdık. Bunun dalına bakmaq istəyirəm. Buradan içəri gələn adamlar kafe kimi bir yer var. Oraya girirlər. Ben oraya girməyəcəm. Sadəcə dalında nə var görmək istəyirəm amma çox bir şey olacağını düşünmürəm. Gedək baxaq. Deməli oradan çıxdıq.
İndi bizim Viyanada cəmi 3 saatimiz qalıb. 3 saatdan sonra yenə qatara biletimiz var. Viyananı tərk edirik. Bu velosipedləri almışıq, şəxsi velosipedimiz kimi istifadə edirik. Hara gediriksə, yəni çox rahatdır. Aşağısında bir düymə kimi bir şey var. Onu dartırsan aşağı, lock olur, qoyursan orada. Gələndə təzən proqramdan kilidi açırsan, təzən işlərsən. Hara isə qoyuruq, giririk, çıxırıq. Amma yaxşıdır ki, biz birinci gündən Viyanaya gələndə bu velosipedləri tapmamışdıq. Aynen. Sən pravan yaxşı yerdən alınmıyor, biraz əlində telefonları. Müəllimin şousundan sonra mən davam edirəm. Akşam gedirik indi şəhər mərkəzinə, son 3 saatımızı keçsinə. Vəssalam, bundan da bu da Viyanayam. Getdik. Bir dəqiqə mağazinə girib çıxdığımız üçün velosipedləri lock eləmədən qoyuruq. Görək Viyana test oğrayırlarmışsa doğramırlar. Biraz tez alıqsın. 289. O tərəfliydi sulara. Orada da var, burada da. Orada aşağı Xaldenlikdə. Antala. Güzel sen firsti geçiyor. Ne için? Baksana var biraz. Ama yaklıktan almayacağım orada. Xong cái mà sẽ làm cái điều này. Böyle bir ice tea tapdan Lipton olmasa da 60 sent oldu. Ne de çok ucuz. Ama normalde bir yana çok pahalı. Yani bu da peşten de Riga'dan da pahalı. Ama bu ucuz oldu niyeyse. Ve velosipedler burada da gördüğün kimi hiç kim uğramayıbdı. Yeterdir. Yaxşıdır, ha. Dandik deyil ki. Çox yaxşı bomba. Burada olan evlərdir abi. Qaqaş evi baxır alacaq. Nəsə hə, qaqaş ilə baxıcı evlərin hamısını öz alması. 19 milyon 500 min euro. Abid burada bir dənə ev alır. Xeyirli olsun qardaşım. 5 milyon. Ama öz aramızda 5 milyona bu dəyərindi. Bu tək Viyanada yox, hər yerdə 5 milyon ya. Bu neçədir? Qiymətini yazmırlar. Bu 1 milyon. 1 milyon ancaq bu qədər olur. Ağzabədiyin kəndlərinə baxsın. Rolex'e gəlmişik. Yanında da bir dənə güvənlik abi də yanı burada. Ki yəni bu dəqiqə nəsə eləsə bizi tutub aparacaq da. Gördüyünüz kimi qiymətlər gəlin göstərim sizə. 24.450 euro. Çörək yeməyə nə var? Qiymətə baxdın ya. Rolex Store. Hiç dəfə yol verməyəcəksən. Biz indi gedirik Qatar stansiyasına təzdən. Viyana da burada bitir. Mən diləyə geçib vlogu burada sonlandırıram. Bundan sonra kameranı açaram mı bilmirəm. Qatarın çıxmağa 10 dəqiqə qalır. Ama çatmışıq. Burada stansiya.